Dumanlı məhdudiyyətli görünmə şəraiti olan yolda yandırmalıdır. Bəli, mən sizdən razıyam. Bəli, mən də yandım. Amma hal-hazırki vəziyyətdə bu inzibati xətadır. İnzibati məsuliyyət daşır. Hadisi cihazlarından uyğun istifadə eləmək. Şəraitinə uyğun istifadə eləmək. O icazə yoxdur, elə dumanlı sürməyə. Saxlama səbəbi odur. Hə, başa düşdüm, onu mən bilmirdim ya sizin. Heç birinci dəfə deyirsiniz. Sizə yol hərəkəti haqqında qanun 72-ci maddəsini yenidən təkrarlayasınız. Baxın orada tartışlı cihazlarından istifadə qaydaları qeyd edilir. Mən bilirəm. Şəraitə uyğun istifadə eləmək lazımdır. O təyinatınız da, yəni tartışlı cihazlarına, arxa duman fənərindən. Onun işığı görürsünüz, arxa duman fənərində cür olur. Arxadan gələn sürücülərin gözünü qamaşdırır. Bu inzibati məsuliyyətdir, inzibati xətadır. Zərbə tətbiq eləməliyik, amma zərbə tətbiq eləmir isə. Həm özünüzün, həm də digər hərəkət iştirakçılarını təhlükə altına alın. Məsələn, piyada yolu keçəndə maşının işıqları yanmır. İşıqların qaranlıq vaxtında görməyə bilər. Və yaxud da digər sürücülər üçün avtomobil görməyə bilər. Çox sağ olun ki, xalqımızın millətimizi belə informasiya ilə təmin edirsiniz.